başladılar hiperkontrola. Qardaşım mən dəfə otaqda çəkdiyim yerdə riskə girdi və gördü əlimdə fayqa və mən foto çəkirəm. Ondan sonra onun yaşadığı, yəni o panik atak, stres, qorxu, qışqırıb ağlamağı, plus yəni mən onun böyük bacısıyam da, onun yaşatdığım o travmaya görə hətta özümü bağışlaya bilmirəm. Çıxıb qışqırıb ağlaya-ağlaya evdən çıxdı getdi və dedi ki, mən evə qayıtmayacağam. Çünki mən dözə bilmirəm də, mənim bacım foto çəkir, narkotik istifadə edir, mən bunu götürə bilmirəm. Yəni mən günün bu gün sağalma yolunda olsam da bu böyük peşmançılığını çəkirəm ki, mən qardaşıma yaşatdığım travma bəlkə də yəni ölənə qədər o unutmayacaq da, o otağa girib mənim əlimdə faydanı görməyini, mən onu hər gün zajqal qalmağını göndərməyimi, onun qorxu ilə gecə mən yatmırdım, o da məndən bir yerdə yatmırdı, yemirdim, o da məndən bir yerdə yemirdi də. Bütün gün əsirdi üstündəki bacıma nəsə olacaq, o narkotik istifadə edir, hər an tutula bilər, hər an ölə bilər. Yəni qanunla bizim ailəmizdə, sevdiklərimizdə bunu yaşatmağa haqqımız yoxdur. Çalışın siz də sağalma yoluna gəlin və ailənizə, sevdiklərinizə dəyər verin.